bacılarım ve kardeşlerim, siz ki bu küləkli, yağışlı günde görüşe gelmişsiniz, eşk olsun sizlere. Buranın adı güneşli olsa da bugün o kadar da güneşli değil. Aslına kalsa bunun da günahkarı Əliyev iktidarıdır, Əliyev rejimi. Azərbaycan Allah'ın bize bəxş ettiği çok güzel bir memlekettir. Azərbaycan kadar güzel bir memleket, Azərbaycan kadar servetleri olan ikinci bir memleket yoktu dünyada. Ancak bu memlekette insanlara xoşbaxt yaşamaya imkan vermirlər. Ve bunun günahkarı Əliyev rejimidir, İlham Əliyev'dir, onun etrafındakilerdir. Azərbaycan bugün çok sayılı problemlerin məngenəsindədir. Qarabağ probleminden tutmuş en adi məişət problemlerine kadar hamımız o problemlerin içindeyik. Ancak ben eminim ki Azərbaycanın minlərlə problemleri olsa da Azərbaycanın həll edilebilmeyen bircə problemi de yoktur. Bütün problemlerin həlli mümkündür. Yeter ki bunun için siyasi irade olsun. Biz deyirik ki Azərbaycanın bütün problemlerini həll etmeye qadirik. Bunun yollarını gösteririk. Mesela için deyirik ki çok adi bir kararla neftten gelen gelirin bir neçə günlük xərci biz bütün maaşları, pensiyaları, sosyal müayinətləri 2 dəfə artıra bilərik. Deyirlər ki bu populizmdir. Bəs necə olur ki biz xalqın maaşlarını artırmaq istəyəndə, pensiyaları artırmaq istəyəndə bu populizm olur? Ancaq bunlar Dubai'de özlerine villa alanda, Sakit Okean'da, Hind Okean'da özlerine adalar alanda, İngiltere'de özlerine qəsirlər alanda bu populizm olmur. Necə olur bu? Biz müsavat olarak ve AFCP olarak Azərbaycanımızın bütün problemlerin həllini bilirik. Bütün problemlerin həlliyle bağlı proqramlarımız var, konsepsiyalarımız var, təkliflərimiz var. Bizim yeterli mütəxəssislərimiz var partiyamızın sıralarında. Eyni zamanda biz xalqımızın bütün değerli insanlarını, mütəxəssislərini de bu prosesə cəlb eləmək fikrindəyik. Hakimiyyəti bu görməmişlərin əlindən alıb xalqa qaytarmaq istəyirik. Biz inanırıq ki bizim istedadlı, zəhmətkeş xalqımız bütün problemlerin ötesinden gelmeye qadirdir. Yeter ki bunun için siyasi irade olsun. Yeter ki ülkemizde rüşvətxorluq, korrupsiyadan kaldırılsın. Yeter ki ülkede azadlık olsun ve her bir insana hareketlemeye azadlık verilsin. Bizim məqsədimiz, hədəfimiz budur. Əziz bacılarım ve kardeşlerim, ben açıq danışan adamam. Sizin rayonun, sizin dairənin bəxti gətirib ki 50 kərimlik il namizədiniz var. Ben Ali Bey 20 ilden artık tanıyıram. Genç yaşlarından mübarizeye koşulmuş, mübarizenin önünde olmuş adamlardan biridir. Ve onun neticesidir ki çok kısa bir zamanda hamımız tarafından kabul oldu, sevildi. Əbülfəz İlçi Bey'in en yakın adamlarından biri oldu. Genç yaşlarında Əbülfəz Bey onu yüksek devlet vəzifələrindən birine təyin etti. Ve o da hemen müddette, kısa bir müddette hemen vəzifədə, o vəzifədən yüksek vəzifələrlə qadir olduğunu, layık olduğunu sübut elədi. Sonra öten 17 il ərzində də hər zaman Əli Kərimi sizin gözünüzün önünde olubdur. Hər zaman sizin hüquqlarınız uğrunda, haqlarınız uğrunda, haqq ədalət uğrunda mübarizə aparıbdır. Təsadüfi deyil ki bu hakimiyyətin qəzəbinin, nifrətinin ölkədə əsas hədəflərindən biri Əli Kərimlidir. Bu biabırçılıqları da görürsünüz, bu yalanları, böhtanları, hücumları görürsünüz. Bunlar hamısı hakimiyyətin qorxusundan xəbər verir. Keçən dəfə seçkilərdə sizlər Əli Bəyə səs verdiniz və nəticəsini bilirsiniz, ancaq sonda bu dairədə saxtakarlıqlar eləyən, oyunlar oynayan neçə adamlar cəzalandı. Mən əminəm ki, bu dəfə ölkədə seçkilər saxtalaşdırılsa, artıq rayon icra başçıları, dairə komissiyaların sədrləri yox, bu hakimiyyət cəzalanacaq. Bu hakimiyyət gedəcək saxtakarlığa görə. Mən sizlərin hamınızı noyabrın 7'sində seçkiyə gəlməyə çağırıram. Özdə təkcə sizi yox. Burada mən görürəm ki, ağsaqqallar var, abilşəhlər var, qarasaqqal var, nüfuzlu insanlar var. Sizin hər birinizə imkanı var ki, qonşularınızı, dostlarınızı, ətrafınızdakı insanları inandırasınız. Hamını seçkiyə gətirmək lazımdır. Yekdililiklə bu dairədə Əli Bəyə, digər dairələrdə də Xalq Cəbhəsinin, müsavatın namizədlərinə, bizim bilgən namizədlərimizə, digər ləyaqətli namizədlərə səs vermək lazımdır. Biz xalqımızla bir yerdə bu ölkədə vəziyyəti dəyişməyə başlamalıyıq, problemlərimizi həll etməyə başlamalıyıq, Qarabağımızı işğaldan azad etməliyik, qalan 80%'də Əliyev iktidarından azad etməliyik. Mən
Hamınızı bu yolda birliyə, bərabərliyə və mübarizəyə çağırıram. Bir yerdə bu yola davam edəcəyik. Tanrı Azərbaycanımızı qorusun.